Gününüz xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 6-nın, yəni sonuncu kiçik summativ qiymətləndirmənin A variantının izahlarını paylaşacağıq. Birinci suala baxaq. Birinci sualda deyir ki, mayenin buxara çevrilməsi hadisəsi necə adlanır? Əlbəttə ki, mayenin buxara çevrilməsi buxarlanma adlanır. Xüsusi buxarlanma istiliyinin vahidi nədir? Bilirik ki, xüsusi buxarlanma istiliyi el hərfinə işarə olunur. El bərabərdir Q bölünsün M. O da bərabərdir Joule bölünsün kiloqram. Yəni doğru cavab B variantı. Aşağıdakilərdən hansı istilik mühərriki deyil? Əlbəttə ki, külək mühərriki. Neftin xüsusi yanma istiliyi 4,4 vurulsun 10^7 Joule bölünsün kiloqramdır. Bu o deməkdir ki, biz əvvəlcə burada 4,4 vurulsun 10^7-ni çevirək 44 vurulsun 10^6. Bu da edir 44 megajoule. Yəni 1 kiloqram neft tamam yandıqda 44 megajoule enerji ayrılır. B variantı. 5-ci suala da baxaq. İstilik mühərrikində soyuducunun vəzifəsi nədir? Soyuducunun vəzifəsi işçi cisimdən istiliyin bir hissəsini almaq və onun işçi vəziyyətini bərpa etməkdir. A variantı. Davam edək. Növbəti 6-cı sualla. Buxarlanmanın sürəti nədən asılıdır? Bilirik ki, buxarlanmanın sürəti həm mayenin temperaturundan, həm mayenin səthindəki təzyiqdən, bir də mayenin tərkibindən asılıdır. Yəni bunların hər birindən asılıdır. Y variantı. Dörddaqlı daxiliyama mühərrikinin iş dövrü hansı ardıcıl gedişdən ibarətdir? Burada zaman birinci sorma olur, daha sonra sıxılma, iş görmə və xaric etmə. Bu da yerləşib B variantında. Davam edək 8-ci sualla. A faydalı üzərinə gəlsin kökü ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Bilirik ki, A faydalının düsturu A faydalı bərabərdir Q1 minus Q2. İndi buradan Q1'i tapsaq, Q1 bərabərdir A faydalı üzərinə gəlsin Q2. Yəni, bu ifadə Q1'i tapmaq üçün istifadə olunur. Bəs Q1 özü nədir? Q1 qızdırıcının verdiyi istilik miqdarıdır. 9-cu sual. Kütlələri bərabər olan maye qurğuşun, sink və qızılın kristallaşma temperaturunda ayrılan istilik miqdarlarını müqayisə edin. Hansının lambdası çoxdursa, ayrılan istilik miqdarı da çox olur. Lambdası çox olan hansıdır? Sinkdir. Daha sonra gəlir qızıl və qurğuşun. Sink, qızıl, qurğuşun D variantındadır. Cismin kütləsini 2 dəfə artırsaq, xüsusi yanma istiliyi necə dəyişir? Xüsusi yanma istiliyi ümumiyyətlə heç nədən asılı deyil. Nə xüsusi yanma istiliyi, nə xüsusi buxarlanma, xüsusi istilik tutumu. Bunların heç biri asılı deyil cismin kütləsindən, ayrılan istilik miqdarından. Yalnız maddənin növündən asılıdır. 11-ci sual. Şəkildə dörddaqlı daxili yanma mühərrikinin silindrinin kəsiyi təsvir edilir. Poşen hansı rəqəmlə ifadə olunur? Burada poşen 3 rəqəmi ilə ifadə olunur. 3 C variantı. Naftalinin iyinin yayılması hansı hadisənin nəticəsindədir? Naftalin iyinin yayılması bərkdən birbaşa qaz halına keçməkdir. Bərk haldan maye halına keçmədən birbaşa qaz halına keçmək nə idi? Sublimasiya idi. Davam edək 13-cü sualla. 13-cü sualda bizdə deyir ki, şəkildə kristalın əriməsinin temperatur zaman qrafiki verilib. Kristalın qızma prosesi qrafikin hansı hissəsinə uyğundur? Kristalın qızma prosesi deyir. Kristalın qızması bax burada fərqli rənglə göstərək. 1-2 prosesini göstərir. Yəni bu hissədə artıq kristal qızır. Doğru cavab A variantıdır. Sobada 30 kiloqram odunun 70% yanan zaman ayrılan istilik miqdarını hesablayın. Yaxşı, birinci hesablayaq ki, 30 kiloqram odun yandığı zaman. Yəni 70% yanıbsa, neçə kiloqramı yanıb? %70. İxtisarlarımızı aparırıq 21 kiloqram. Deməli, 30 kiloqram odundan yalnız 21 kiloqramı yanıb. Daha sonra istilik miqdarını hesablayırıq. Q bərabərdir Q vurulsun M-dən. Q'miz 10^7-dir, vurulsun 21. Yəni 21 vurulsun 10^7 joule enerji ayrılmış olur.
İstilik mühərriki 20 kilojul iş görmüş və soyuducuya 60 kilojul istilik miqdarı vermişdir. İstilik mühərrikinin faydalı şəmsalını hesablayın. Deməli, A faydalı bərabərdir 20 kilojul və soyuducuya verim 60 kilojul. Soyuducu hansı idi? Q2 idi. Bərabərdir 60 kilojul. Və bizdən faydalı şəmsalını soruşur. Bilirik ki, faydalı şəmsalının üstü A faydalı bölünsün Q1-dir. Bəs yaxşı Q1-imiz yoxdur. Onu necə tapaq? Gəlin onu əvvəlcə tapaq, daha sonra düsturda yerinə qoyaq. Aşağıda yazıram onu. Deməli, A faydalı bərabərdir Q1 minus Q2 olduğunu bilirik. Buradan Q1-i tapsaq, A faydalı çıxılsın Q2. A faydalımız A faydalı üzərinə gəlsin Q2. A faydalımız 20-dir, Q2'miz də 60-dır. 20 üzərinə gəlsin 60, 80 kilojul. Deməli, Q1-imizi tapdıq ki, 80 kilojola bərabərdir. Bəli, indi bunu aparıb düsturda yerinə qoyub həll edə bilərik. Davam edək. A faydalımız 20-dir. Bölərəm 80-ə, vuraram 100%. İxtisarlarımız gedər, burada qalar 4. 100 ilə də 4 ixtisar gedir, qalır 25%. Demək ki, teta bərabərdir 25% olar. Sonra 16-cı və sonuncu suala da baxaq. Ərimə temperaturunda götürülmüş 4 kiloqram qalaya 116 kilojul istilik miqdarı verməklə onun hansı hissəsini əritmək olar? Ərimə temperaturunda götürüb, amma bunun hər biri əriməyib. Əvvəlcə tapaq ki, 116 kilojul istilik miqdarı verməklə bu maddənin neçə kiloqramı əriyib? Q bərabərdir lambda vurulsun M düsturundan. M'i buradan taparıq. Q bölünsün lambdaya. Q'miz nə qədərdir? 116 vurulsun 10 üstü 3 bölünsün. Lambdamız da 5,8 vurulsun 10 üstü 4. Bərabərdir 116 vurulsun 10 üstü 3. Bu derece 58 vurulsun 10 üstü 3. 10 üstü 3'dən ixtisar getdi. Qalır burada 2 kiloqram. Deməli, 2 kiloqram maddə əriyib. Yaxşı, bu 2 kiloqram ümumi maddənin hansı hissəsini təşkil edir? Çünki bizdən soruşur ki, hansı hissəsini əritmək olar? 2-ni bölərəm 4-ə. Edəcək 2-də 1. Yəni 2-də 1 hissəsini və yaxud da ki, 0,1 hissəni ifadə edəcək. Belə, bu qədər uşaqlar bu şəkildə sizinlə A variantının bütün suallarını birlikdə izah etmiş olduq.